Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi. Malqaranı da o yaratdı. Onlarda sizin üçün bədəninizi isti saxlayan yun geyim və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Malqaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi özünüzün çətinliklə apara biləcəyiniz bir ölçüyə daşıyırlar. Həqiqətən də Rəbbiniz şəfqətlidir, rəhimlidir. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır.